13 aprel Azərbaycan Respublikasının prezidentinin köməkçisi Anar Ələkbərovun doğum günüdür. Bu əlamətdar gün münasibətilə Anar müəllimi dərin hörmət və səmimiyyətlə təbrik etmək böyük qürur və xoşbəxtlik hissi doğurur. O, uzun illərdir ki, dövlətə sədaqətlə xidmət edən, yüksək idarəçilik keyfiyyətləri, prinsipial mövqeyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu dövlət xadimlərindən biridir. Anar müəllim fəaliyyəti dövründə Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, həyata keçirilən geniş miqyaslı layihələrdə fəal iştirak etmişdir. Eyni zamanda Heydər Əliyev Fondunun icraçı direktoru kimi Anar müəllim humanitar və sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir. Fondun təşəbbüsü ilə ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirilən xeyriyyə aksiyaları, təhsil, səhiyyə və mədəniyyət sahəsində görülən işlər, insanların rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələr onun rəhbərliyində daha da geniş vüsət almışdır. Onun 2014-cü ildə qələmə aldığı Mehriban Əliyeva Xeyirxahlıq və Ümid Mücəssəməsi adlı məqalə və Mehriban kitabı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin işıqlandırılması baxımından dəyərli əsərlərdən hesab olunur. Bu yazılar yalnız publisistik nümunə deyil, eyni zamanda humanizm, mərhəmət və xeyirxahlıq kimi ali dəyərlərin təbliğinə xidmət edən mühüm mənbələrdir. Anar müəllim xüsusilə gənclərə olan diqqət və qayğısı ilə seçilir. O, gənc nəslin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edir. Onların təhsil alması, dünya görüşünün genişlənməsi və vətənpərvərlik ruhunda yetişməsi üçün mühüm təşəbbüslər irəli sürür. Gənclərin dəyərli dostu kimi onların etimadını qazanmış, hər zaman onların yanında olmuşdur. Onun fəaliyyəti yalnız rəsmi vəzifələrlə məhdudlaşmır. O, həm də yüksək mənəvi keyfiyyətlərə malik, sadəliyi, səmimiyyəti və insanlara olan diqqəti ilə seçilən ziyalı şəxsiyyətdir. Dövlətə və xalqa xidmət onun həyat amalına çevrilmişdir. Anar müəllim fəaliyyəti dövründə Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, həyata keçirilən geniş miqyaslı layihələrdə fəal iştirak etmişdir. O, bugün Heydər Əliyev Mərkəzinin direktoru kimi ölkəmizin zəngin tarixinin, mədəniyyətinin və müasir inkişaf modelinin dünyaya tanıdılmasında böyük xidmətlər göstərir. Mərkəzin təşkil etdiyi beynəlxalq sərgilər, mədəni tədbirlər və layihələr Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Gənclərin yaxın dostu, onların inkişafına daim dəstək olan Anar müəllim, öz fəaliyyəti ilə yeni nəslə örnək olan ziyalı və dövlət xadimidir. Bu əlamətdar gündə Gəncəlilər adından Anar müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti arzulayırıq. Qoy onun həyata keçirdiyi bütün layihələr uğurla davam etsin, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və xalqımızın rifahı naminə gördüyü işlər daim yüksək nəticələr versin. Anar müəllimə gələcək fəaliyyətində yeni nailiyyətlər, tükənməz enerji və böyük uğurlar arzulayırıq. Anar müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi şərəfli fəaliyyətində davamlı uğurlar arzulayırıq.